Salam əziz dostlarımız, həftəmiz xeyirli olsun. ARHD Az saytının baş ofisini sizlərə təqdim etmək istəyirəm. Bəli, bizim ofisimiz bundan ibarətdir. Bura mənim oturduğum yerdir. Bizim burada baş redaktörün oturduğu yerdir. Və burada saytı nəzarət edən işçilər, əməkdaşlardır və biz burada gündəlik olaraq da burada iclas keçiririk. Gündəlik nə tapşırıqlar varsa hamısı burada qeyd olunur və işçilər hamısı iş başında olur. Və burada da heç bir zaman işçilərimizi, əməkdaşlarımızı yaddan çıxartmır. Balaca bizim burada qurnamızdır. İşçilər oturur çayında, çörəyini də içir. Və bizim xidmətimiz bundan ibarətdir və göz qabağındadır. Təbii ki, ARHD Az saytı olaraq biz daima dövlətə və dövlətçiliyə sədaqətlə xidmət edirik. Bizim də məqsədimiz budur. Bilirsiniz, bəzi dırnaq arasında olan o insanlar bizi gözləri götürmür, paxıllıq edir. Çox təəssüflər ki, paxıllığa ehtiyac yoxdur. İnsanı uca edən də, insana gözəl yol da açan da ulu Allahımızdır və biz haqq yolundayıq. Dahi Ulu Öndər Heydər Əliyevin yaratdığı hüquqi dövlətdə yaşayaraq bu gün də Cənab Prezidentimizin siyasətini, daxili və xarici siyasətini də dəstəkləyirik. Biz hüquq mühafizə orqanlarına, hər bir zaman əməkdaşlarına fəxr edirik. Bəli, mən beynəlxalq hüquq eksperti olaraq, hüquq üzrə fəlsəfə doktoru olaraq Avropa parlamentində də, Avropa İnsan Haqları Məhkəməsində də daima Azərbaycan dövlətini müdafiə etmişəm və müdafiə də edirəm. İnşallah bu yaxınlarda böyük səfərimiz olacaq Avropaya və bir daha da biz sübut edəcəyik ki, bizim komanda başta özüm olmaqla biz hər bir zaman dövlətə, dövlətçiliyə sədaqətlə xidmət edirik. Biz pula satılmırıq. Bizim bir yüzümüz var. Eşq olsun qeyrətli, gözəl Azərbaycan xalqıma. Azərbaycan xalqımla mən fəxr edirəm. Bəli, çox bu yaxınlarda da inşallah bizim ARHD Az saytının Şuşa şəhərində də ofisi açılacaq. Orada da böyük təqdimat olacaq. Eşq olsun gözəl Azərbaycan xalqıma.